Protein tozları əzələ yaradır deyirlər və digərləri isə deyir ki, böyrəkləri zədələyir. Bunların hansı həqiqətdir? Bugün bundan danışacağıq. Birincisi, niyə doğrudurdan deyəcəm. Kifayət qədər protein qəbulu əzələ sintezi üçün vacibdir, düzdür. Məşq edən insanlarda gündə təxminən 1-2 kiloqram protein əzələ qurulması dəstəkləyir. International Society of Sport Nutrition bunu öz məlumatlarında əks etdirir. İkincisi, niyə bu mifdir? Sağlam böyrəkləri olan insanlarda bu səviyyədə protein qəbulu böyrək zədələnməsini göstərmir. Bununla əlaqələndirmirlər. Yəni, protein böyrəyi sıradan çıxarır, sağlam adamlara aid deyil. Üçüncüsü isə real risk hardadır? Risk artıq mövcud olan böyrək xəstəliyi olarsa və yaxud digər metabolik göstəriciləri pozulmuş olarsa, uzun müddət və həddindən artıq yüksək protein qəbulu zamanı baş verə bilir və yaxud nəzarətsiz olaraq qida əlavələri və protein tozlarının qəbulu özünün ağırlaşmalarını gətirə bilir. Və dördüncüsü, kimlər risk altındadır? Xronik böyrək xəstəliyi olanlar, həmçinin diabeti və yüksək təzyiqdən, hipertoniyadan əziyyət çəkənlər və yanaşı böyrək xəstəliyi olanlar, analiz etmədən, analizləri yoxlamadan yüksək dozada protein istifadə edənlər, bu insanlar risk qrupundadırlar və bunlar daha çox zədələnməklə üzləşə bilərlər. Beşincisi, bəs düzgün yanaşma nədir? Əvvəlcə mütləq ümumi protein qəbulunu hesablamaq lazımdır. Əgər qidadan kifayət qədər protein alınırsa, əlavə etməyin. Böyrək funksiyasını yoxlamaq lazımdır. Protein tozunu əsas yox, əlavə kimi istifadə etmək lazımdır. Nəticə odur ki, protein tozu nə möcüzədir, nə də ki, zəhərdir. Doğru insanda fayda verər, yanlış istifadə zamanı isə risk yaradar. Ona görə də protein tozunu özünüzə əzələ artırmaq kimi faydalı hesab etməyin. İlk öncə tozları qəbul etməmişdən qabaq risk faktorlarınızı dəyərləndirin, metabolik göstəricilərinizi yoxlatdırın və ondan sonra həkim tövsiyə edərsə protein tozu qəbul edə bilərsiniz. Və əgər qidada gündəlik qida ilə kifayət qədər protein qəbul edirsinizsə, protein tozunu qəbul etmənizi tövsiyə etmirəm. Özünüzə yaxşı baxın. Bu videonu mesaj şəklində bütün idman sevər dostlarınızla paylaşın. Suallarınızı isə şərhlərdə yazın. Sağ olun.